Ermənistan-Azərbaycanla münasibətlərinin normallaşdırılması üzrə addımlar atıldığını hələlik sözlə bildirir. Sülh gündəliyi üzrə davamlı iş aparılmalıdır, bu aydındır. Hələ ki, İrəvanın sülhə doğru addım atmaq istəmədiyi bəllidir. Amma burada regiondankənar qüvvələrin də təsiri mövcuddur. Müdafiə Nazirliyinin məlumatına görə son günlər Ermənistan ordusu Azərbaycan silahlı qüvvələrinin bölmələrini dəfələrlə atəşə tutub. İrəvan təxribatları əsasən Azərbaycanla şərti sərhədin delimitasiya olunmayan hissələrində törədir. Üstəlik Ermənistan ordusunun hərbçiləri Azərbaycan ordusunu təxribata çəkmək üçün müxtəlif üsullara əl atırlar. Bütün bunlar isə özünü müşahidə missiyası adlandıran Avropalıların gözü qarşısında baş verir. Sülh müqaviləsinin imzalanmaması üçün müxtəlif təxribatlara əl atılır. Məlumdur ki, bu təxribatların qarşılığında mütləq şəkildə vizual kəşfiyyatçılar kimi şərti sərhəddə olan Avropa Birliyinin hərbiçiləri öz fikrini bildirməlidirlər və təəssüflər olsun ki, onlar əsas məramı məqsədi odur ki, cavab atəşi açıldıqdan sonra güya Azərbaycan tərəfindən atəşkəs pozulub, bununla bağlı məlumatlar versin. Ermənistan rəsmiləri Avropa İttifaqının müşahidə missiyasına əsas gətirərək sərhəddə insidentlərin olmadığını deyirdi. Lakin sərhəd təxribatlarının artması İrəvanın regiondan kənar qüvvələrə arxalandığını göstərir. Biz bilirik ki, bu addımlardan sonra hansı addımlar gələcəkdir. Üstəlik də silahlanma hər gün davam edir. Ararat Mirzoyan bir gün Hindistanda, bir gün Avropada, bir gün Amerika Birləşmiş Ştatlarında daha müasir, daha demək, uzaq vuran silahlar əldə etməklə Azərbaycanın mövqelərini sarsıtmağa çalışır. Bax, elə bu günlərdə Amerika Birləşmiş Ştatlarının Almaniyadan hərbi bazalarında olan silahların iyul-avqust aylarında Ermənistanda birgə təlim keçirmək üçün Ermənistana göndərməsi də əslində sülhə xidmət eləmir. Regiondan kənar qüvvələrin Ermənistana dəstəkləməsi təkcə Azərbaycana təzyiq üçün həyata keçirilmir. Bu dəstək həm də Rusiya, İran və Türkiyənin regionda mövqelərinin zəiflədilməsinə hesablanıb. Ermənistan dövləti şərti sərhəddə nəzarəti həyata keçirə bilmir. Silahlı qüvvələr, Ermənistan silahlı qüvvələri sanki Ermənistanın mərkəzi hakimiyyətinə tabi olmaqla bərabər başqa xarici qüvvələrə tabidirlər. Sanki Fransaya tabidirlər, sanki Hindistan, Yunanistan kimi ölkələrin onlara verdiyi silahları işlətmək qərarına düşüblər. Bütün bunlar onu göstərir ki, biz təəssüflər olsun ki, hətta sülh sazişi imzalansa belə Ermənistan tərəfindən heç vaxt əmin ola bilmərik. Təxribatların arxasında həm Ermənistan müxalifətinin, həm də diasporla kilsənin rolu danılmazdı. Ermənistanla artıq müddəalar hamısı razılaşıb və belə olduğu halda Ermənistan tərəfindən buna mane olan qüvvələr həm daxildə, həm xaricdə var. Azərbaycan dövləti bundan bağlı lazım olan tədbirlər görərək, əməliyyat şəraitinə nəzarət edərək bütün hallarda Azərbaycan ərazi bütövlüyünü qorumağa qadirdir. Ekspertlər bildirir ki, sülh danışıqlarının bitdiyinə dair bəyanatlardan sonra sərhəd təxribatlarının artması Ermənistanın havadarlarının Azərbaycanla sülhdə maraqlı olmadığına işarədir. Bakı ilə İrəvan üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasına dair razılıq əldə etsələr də, Ermənistan tərəfi bu addımı sülh müqaviləsi imzalandıqdan sonra atacağını deyir. Lakin İrəvan bu yolla Azərbaycanı təzyiq altında saxlamağa çalışır. Azərbaycan Xarici İşlər Nazirliyi isə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb. Danışıq aparılan mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədi ilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipal mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı ATƏT-in köhnələn və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının vacibliyini vurğulayır, deyə açıqlamada qeyd olunur.